Və aleykum assalam. Sual belədir ki, xəyal qurmaq olarmı? Yoldaşım uzaq səfərdədir, 7 aydır. Mən ancaq darxıram, xəyal qururam, bu günahdırmı? Əgər sizin xəyal qurmağınız, yəni şəriətə zidd deyilsə, yəni xəyalınızda küfür şeylər, Allaha və Rasuluna qarşı asilik deyən belə bir şey xəyalınızda deyilsə, sadəcə yoldaşınızla öz aranızda olan xoşbəxt günlərinizi xəyal edirsinizsə, gəlsə belə dolanardıq, belə yaşayardıq, belə gəzərdik, belə oturardıq, belə durardıq. Yəni, haram şeylər xəyal etmirsinizsə, inşallah bu olar. Yəni, haram o vaxt olardı ki, siz xəyallarınıza Allah və Rasuluna qarşı üsyan etmiş olardınız, küfr etmiş olardınız, günah işlər etmiş olardınız. Bunlar günahdır. Amma mücərrəd isə halal şeyləri xəyal edirsinizsə, inşallah ki, günah deyil. Və aleykum assalamatullah. Sual belədir ki, mənim narazılığım odur ki, gün ərzində 200 səfər tez-tez sıxılıram. Adi bir şeyə həyəcanlanıram. Qonaq gedəcəyimsə, ona da həyəcanlanıram. Hər şeyə ürəyimə salıram. Ümumiyyətlə, belə baxıram ki, sizdə yəni, sağlamlıqla problem var. Yəni, sizdə tez-tez həyəcanlanmalar olur. Və yaxşı olar ki, Allahın iznilə siz həkimə müraciət eləyəsiniz və sizə heç olmasa bircə kurs müalicə yazsın ki, sizdə sakitləşmə prosesi geçsin. Yəni, sizin dediyiniz halla yəni bizim dini məsələn bağlı biz sizin sualınıza cavab verə bilmərik. Amma dediyiniz halı nəzərə alıb, biz sizə tövsiyə edirik ki, siz həkimə müraciət edəsiniz Allahın izni ilə. Yəni, o həkim sizə bir kurs müalicə yazsın Allahın izni ilə. İnşallah ki, sizin bu həyəcanınız kəskin şəkildə aşağı düşsün. Və aleykum assalamatullah. Sual belə ki, xəstəyə qan vermək savabdırmı, icazəlidirmi? Bəli, həm savabdır, həm də icazəlidir. Çünki Allah Rasulü buyurub ki, necə həmçində ayətdə də gəldiyi kimi bir insanı diriltmək bütün bəşəriyyəti insaniyyəti diriltmək kimidir. Ona görə insan əgər hansısa bir yolla bir insanın sağalmağına, ölməkdən qayıtmağına bacarırsa, inşallah yardımın əsirgəməli deyil. Buna aid həm suda batan insanı çıxartmağa, həm uçqunda olan adamı çıxartmağa, həm yanğından olan adamı çıxartmağa və həmçində qana ehtiyac olan adamı qan verib onu xilas eləməklə Allahın izni ilə bax, bu böyük bir savaba insan nail ola bilir. Kim bir insanı dirildirsə, bir cəmiyyəti, bir bəşəriyyəti diriltmiş sayılır. Bu böyük bir savabdır və kimi buna gücü çatırsa, bəli, yardım eləsin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, sübh namazını qılıb yatmaq olarmı? Yəni, gün çıxmamış. Əgər insanın yatmağa ehtiyacı varsa, bəli, qılıb yata bilər. Amma insanın yatmağa ehtiyacı yoxdur. Yəni, evindədir, eşiyindədir, gün ortada yata bilər, biraz gün çıxandan sonra yata bilər. Əgər halı budursa, o zaman sübhdən sonra yatmasın, səhər axşam zikirlərini eləsin, Quran oxusun, hətta gün çıxandan sonra 2 rükət duha namazını qılıb, sonra isə yata bilər Allahın izni ilə. Və aleykum assalamatullah. Sual belədir ki, Quran əzbərləyərkən səcdə ayələrini dəfələrlə oxumaq lazım olur. Bu, hər dəfə səcdə etməli kimi. Bəzi alimlər deyir ki, əgər insan əzbərləyirsə, bir dəfə oxusa, qalan dəfələrində səcdəyə getmir. Yalnız birinci qiraətində səcdəyə gedir, qalan qiraətlərində getmir. Bəzi alimlər də deyir ki, hər dəfə təkrarlayanda səcdəyə gedir. Və Allahın izni ilə səhih də budur ki, əgər insan əzbərləyirsə, o birinci qiraətdə səcdəyə gedir, səcdə ayəsinə gedir, qalan ayətlərdə getməsə də olar Allahın izni ilə. Və aleykum assalamatullah. Sual belədir, məndə də eyni problemdir. Səpkilər, kosmetoloqa, üzümdə səpkilər var, kosmetoloqa getmək istəyirəm. İnşallah günah olmaz, elədir, yoxsa günahdırmı? Xeyr, günah deyil. Əgər bir insanın, ələxüsusla qadının üzündə səpkilər falanlar varsa və kosmetoloqun yanına gedib müəyyən müalicə alırsa, bu əksinə şəriətin tələb elədiyi bir əməldir. Çünki qadın daimən əhli üçün gözəl görsənməlidir və səpkilər isə gözəlliyin əksidir. Yəni, gözəlliyi həmz elətdirmir üzərində. Ona görə həkimə gedib müalicə almaq inşallah ki, lazımdır. Nəinki günah, heç günah yazılmır, əksinə lazımdır ki, geçsin ki, daha da gözəl olsun. Və aleykum assalam, sual belədir ki, mənim qaynımın və ya dayı oğlunun yanında ətir olmam düzgündürmü? Xeyr, düzgün deyil. Çünki qaynımız da, dayı oğlunuz da sizə naməhrəmdilər və siz onların yanında ətir vurursunuzsa və onlar sizin ətrinizi hiss edirlərsə, duyurlarsa, o zaman həmən qadın zina etmiş kimi sayılır. Yəni,
naməhrəmlər sayılır sizin üçün onlar. Ona görə onların yanında sizin ətir vurmağınız əsla düzgün deyildir. Və aleykum assalam və sual belədir ki, namaz qılanda rükudakı sözləri bilmədən səcdə və yaxud da səcdəki sözləri bilmədən rükuda deyilərsə, səhv səcdəsi etmək lazımdırmı? Bəli, əgər insan yerlərin qarışdırıbsa, o zaman səhv səcdəsi edir. Və aleykum assalam və sual belədir ki, qəzaya qalmış namazın sünnətini qılmaq olarmı? Əgər olarsa, birinci sünnət, sonra qəza namazı qılınmalıdır. Bəli, əgər insanın namazı qəzaya qalıbsa, o birinci qəzasının, sünnəsini, sonra isə fərzi qılmalıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün sahabilərlə sübh namazından yatıb qalırlar. Hətta o dərəcədə ki, artıq günəş çıxandan sonra günəşin istiliyindən dururlar. Sonra Allah Rasul əmr eləyir və bunlar yerlərini dəyişirlər və sonra isə Bilal radiyallahu anh əzan verir və sonra sünnəti qılırlar və sonra arxasında da sübhün fərzini qılırlar. Bu onu göstərir ki, əgər bir fərz namazı qəza olubsa, bu onun sünnələri də qəza olunur və tərtib necədirsə namaz da elə qılınır. Birinci sünnətlər, sonra fərz, sonra isə fərzdən sonraki sünnətlər. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, qadın heyz vaxtı zikr edə bilərmi? Ümumiyyətlə, qadın hansı halda nə edə bilməz? Qadın heyzli halda namaz qılmaq, oruç tutmaq, Quranı ələ götürüb oxumaq və Kəbəni təvaf eləyə bilməz. Amma bundan savay olan bütün ibadətləri qadın edə bilər. Bundan savay digər ibadətləri edə bilər. Misal üçün, əzbərdən Quran oxumaq, planşetdən Quran oxumaq, ondan sonra hərfləri öyrənmək, kiməsə namaz qılmağı öyrətmək və həmçinin də səhər axşam zikirlərini eləmək, gecənin üçləbində durub Allaha dua eləyib, bağışlama diləmək, yalvarma diləmək, bunun hamısını eləyə bilər. Yalnız dediyimiz əməllər istisna olmaqla. Və aleykum assalam. Sual belədir ki, özünü müsəlman kimi tanıdan bir bacı var, qohum-qonşu ailədə bir şey olanda hamıdan qabaq alacağını deyir. Soruşur ki, hardan bildim bunu? Deyir ki, cinləri mənə xəbər verdi. Bu nə deməkdir? Yəni, bunu bilmək istəyirəm. Yəni, bu o deməkdir ki, həmən bu qadın özü cindardır, o müsəlman deyil. Onun cinlərlə təması var. O cinlərdən yardım istəyən, kömək eləyən, yəni sehirbazlardan, cadügarlardandır. Yəni, bu insanı qohum-qonşuya tanıtdırmaq lazımdır ki, orada nə qədər pis, mundar əməl işlər varsa, hamısı bunun əli ilə görülür və bundan da insanlar çəkinməlidir və bundan da uzaq durmalıdırlar. Və aleykum assalam və rahmetullah. Sual belədir. La ilahe illallah vahdahu la şərikə ləhu mulku və ləhu və alə kulli şeyin qadir. Bu duanı sübh namazının sünnəsindən sonra 50 dəfə deyib, sonra fərzini qılandan sonra 50'sini demək olarmı? Yəni, bu 100 dəfə oxunur. Bunu belə etməkdə bir problem olmaz ki. Problem olar. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem sübhin zikirləri yalnız sübh namazından sonra olmağını buyurub. Yəni, sünnə uyğun olaraq sübh namazının zikirləri, sübhin zikirləri olmalı sübh namazından sonra. Ona görə siz 50'sini əvvəl deməyiniz, 50'sini sonra deməyiniz, bu bidətdir, bu olmaz. Saxlayın hamısını bir yerdə sübh namazından sonra edərsiniz ki, həm savaba nail olasınız, həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi kimi eləyəsiniz. Və aleykum assalam. Sual belədir ki, niyə görə qadınlara qəbirləri ziyarət etmək olmaz? Ümumiyyətlə, Peyğəmbər sallallahu hədisdə buyurub ki, Lə'nəllahu zəvvaratul qubur. Allah subhanətələ tez-tez qəbirləri ziyarət edən qadınlara rəhmət eləsin. Yəni, hədisdə tez-tez ziyarət edənlər, yəni gəlib, yəni sürəkli ziyarət edənlər. Amma insan ayda, ildə bir dəfə gedib anasının, atasının, bacısının, qardaşının, oğlunun, uşağının qəbrini ziyarət edirsə, bu qadağan deyil. Qadağan olan tez-tez bayramlarda, cümə axşamlar, sürəkli halda, yəni fürsət taban kimi qatıb ziyarət eləməz, bu bəyənilmir. Ona görə ki, qadınlar qəbir ziyarətə getdiyi zaman istər-istəməz emosiyaya qapanıb və Allah subhanətələ asilik edirlər, yəni çox küfrlü sözlər işlədirlər. Bu baxımdan da onlara sürəkli surətdə qəbirləri ziyarət eləmək qadağandır. Və aleykum assalam. Sual belədir ki, biz ailəliklə Qubaya gedirik bir həftəlik. Burada namazlarımızı səfər namazı kimi qılmalıyıq, yoxsa adi qaydada. Bir də neçə gündən sonra namazlarımızı adi qaydada qılmalıyıq. Əgər siz ora Qubaya öz evinizə deyil, istirahətdən ötürü gedirsinizsə, bir ev tutub istirahətdən ötürü gedirsinizsə, siz orada misafir hökmündəsiniz
və oradan qaydana qədər siz namazlarınızı müsafir kimi qılırsınız. Və aleykum assalam. Sual belədir ki, üzərində hansısa kukla, heyvan, hər hansındasa göz olan geyimləri geymək olar, uşaq və ya böyüklərin də olarsa belə. Ümumiyyətlə, əgər bir libasın üstündə canlı şəkil varsa, istər körpə olsun, istər böyük insan olsun, o libası geyinmək olmaz. Deyin, niyə? Ona görə ki, həmən libasların üzərində daimən şeytanlar məzələnirlər. Ona görə əksər hallarda bizdə görürsən ki, körpə uşaqdır, heç nəyə yoxdur, amma elə uşaq bələkdə ağlaya-ağlaya durur, qışqırırzad eləyir və o həkim gəlir bir çarəsi yox, bu həkim gəlir bir çarəsi yox. O uşaqlar cürbəcür müalicələr aparırlar, amma yadlarından çıxır ki, uşağın bütün bələyi hamısı canlı şəkillərlə doludur və təbii ki, şeytan da bu cür canlı şəkillər olan yerdə o şəkillərlə məzələnir və təbii ki, o da uşağa da təsir edir. Ona görə istər körpə olsun, istər böyüklər olsun, heç bir halda canlı şəkil olan libaslardan istifadə etməyin. Aleykum assalam. Sual belədir ki, yoldaşım namaz qılanda ayaq üstə qılır, mən isə xəstə olduğuma görə otura-otura qılıram. Yoldaşım namaz qıldığı zaman mən onunla otura-otura qıla bilərmi? Bəli, otura-otura qıla bilərsiniz. Əgər siz xəstəlik ucbatından əyilib dura bilmirsinizsə, o zaman sizə şəriət icazə verir ki, siz namazları otura-otura qılasınız və Allah sonunda sizə acil şəfa versin. Və aleykum assalam. Sual belədir ki, deyilənə görə qız övladları olan ata üçün cənnətə yer hazırlanır. Cənnətdə yer hazırlanır. Bu ibadət edən aiddir ya etməyənə də aiddir. Ümumiyyətlə, qız uşaqlarının valideyn üçün, yəni atası, anası üçün cənnət qapılarının açıq olma məsələsi bu təbii ki, ibadət edən valideynlərə aiddir. Yəni, ibadət etməyən valideynlərə aid deyil. Çünki hansı şəriətdə şəri hökmlər gəlibsə, onlar birbaşa ibadət edənləri özündə şamil edir və ibadət etməyənləri isə özündə şamil eləmir. Aleykum assalam. Sual belədir. Yas yerinə 1, 2, 3 günlük edirlər. Dində yas bir gün olur, yoxsa neçə gün olur? Ümumiyyətlə, dində yas günü söhbəti yoxdur. Yəni, dində yas günü keçirilmir. Sadəcə üzü düşən ev 3 gün ərzində təziyə qəbul edir. Yəni, kim ona başsağlığı verməyə getmək istəsə, ölü yas 3 gün evində oturur ki, gələnlər, gedənlər, başsağlığı verənlər onu evdə görsünlər. Amma 3 gündən sonra artıq o işinin gücünün dalınca gedir. Yəni, bu da o deməkdir ki, yəni, yas düşən ev 3 gün üzr saxlaya bilər və 3 gündən sonra isə öz normal həyatı işlərinə qayıtmalıdırlar. Və aleykum assalam. Sual belədir ki, yəni, cahil bir qohumgildə ət yemək olarmı? Yəni, bismillah deyilib, kəsməyini bilmirik. Əgər siz getdiyiniz qohum, əgər onlar öz gündəlik aldıqları ət məsələlərində səhlənkardırlarsa, yəni gedib hardansa ölü, nə bilim, leş əti, nə bilim, harada bir uduz bir şey var, onun dalınca qaçırlarsa, eləyirlərsə, yəni bu demək ki, bunlar yəni bu məsələdə səhlənkardırlar və ehtiyat edib yeməsəniz daha yaxşıdır. Amma yox, tanısanız ki, bunlar da yəni təmiz ət alırlar, heç vaxtı murdar ət almırlar, həmişə keyfiyyətini axtarırlar. İnşallah o zaman deməli onun evində yemək olar. Çünki Azərbaycanda əksər qəssablar ibadət etməsə də, amma Allah həmd olsun ki, hamısı bismillah deyib kəsir. Bismillah deyib kəsir və bunun əsasında inşallah siz də onların evində bismillah deyib yeyə bilərsiniz. Aleykum assalam. Sual belədir ki, Mülk surəsinin sünnədə oxunmağa vaxtı nə vaxtdır? Mülk surəsi adi surələrdən biri kimi istənilən zaman insan onu oxuya bilər. Amma sırf yox, Allah Rasulunun hədisində gəldiyi vaxtda oxumaq istəyirəm deyib və ya da ki, Mülk surəsinin fəzilətini əldə eləmək istəyib deyib, sünnəyə rayət eləmək istəyirsə, o zaman Mülk surəsinin fəzilətlərindən biri odur ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurub ki, kim axşam yatağına girəndə, yəni axşam yatağına girəndə, bəzi alimlər deyir ki, yatağın içində Mülk surəsini oxuyub yatarsa, o əgər ölərsə qəbr əzabından qorunmuş olar. Bax, sünnədə Mülk surəsini oxuma vaxtı məhz bu vaxtıdır, insanın yatağa girdiyi zaman. Aleykum assalam. Sual belədir. Yas mərasimində əl açıb Fatihə, İxlas surələrini oxuyub salavat getmək olarmı? Xeyr, olmaz. Çünki bunların hamısı bidətdir.
və İslam şəriətə müxalifdir. Çünki bunu Peyğəmbər s.ə.v etməyib və eləməyib və əmr də eləməyib və bu barədə heç bir şey də deməyib. Ancaq Allah Rasulü buyurub ki, kim bizim dilimizə bir yenilik gətirərsə, o ondan qəbul olmaz, ondan rədd olunar və həmçində Allah Rasulü buyurub ki, hər bir bidət zalələt və hər bir zalələt də oddadır. Yas olan yerlərə, yəni əgər bir evdə deməli, yas olubsa, yasları düşübsə, o evə gedib yalnız deməli, ölü sahibinə başsağlığı vermək və onun üçün səbir diləmək və həmçində onun ölüsü üçün dua eləmək, Allahdan bağışlama diləmək və salam, bununla da kifayətlənmək lazımdır. Və aleykumassalam rəhmətullah. Sual belədir ki, heyzli qadın başqa birinə namaz qılmaq qaydasını öyrədə bilərmi? Yoxsa bu da namaz qılmaqdan sayılır? Xeyr. Əgər təlim məqsədi ilədirsə, yəni bir heyzli qadın başqa bir qadına namaz qılmaq qaydasını öyrədirsə, yəni təlim baxımından öyrədirsə, buna nə namaz, nə dəstəmaz, nə qusul, nə heyz, heç biri bunun üçün gərəkmir. Yəni bu təlimdir və təlim məqsədi isə heç bir özündə cənabəti və yaxud da qusulu və yaxud da ki, heyz olmağını dəstəmaz olmanın özündə vacib elətdirmir. Yəni bu sadəcə təlimdir və inşallah ki, heç bir problem də yoxdur bu cür öyrətməkdə. Və aleykumassalam və rəhmətullah. Sual belədir. Duha namazından sonra təsbih çəkmək olarmı? Xeyr, sünnədə varid olan, yəni Allah Rasulunun yolu, mənhəci budur ki, yalnız fərz namazından sonra yəni təsbih çəkilir. Yəni 30 dəfə Subhanallah, 30 dəfə Elhamdülillah və 30 dəfə Allah Ekber deyilir. Amma digər sünnə və ya da ratib və ya da səvə namazlarından sonra bu zikir olunmur. Yalnız fərz namazından sonra. Və aleykumassalam və sual belədir ki, namazdan sonra Rabbənə ətinə duasını oxuya bilərikmi? Ümumiyyətlə, namazdan sonra Allah Rasulunun sallallahu aleyhi və səlləmin elədiyi zikirlər var və sünnədəndir ki, insan o zikirləri eləsin. Yəni, Allah Rasulü namazdan sonra hansı zikirlər edibsə, o zikirləri eləmək də daha düzgün və daha da savabdır. Amma o ki, qalacaq ki, insan əgər Rabbənə ətinə fid dünya duasını oxumaq istəyirsə, bundan ötürü insan namazda, təşəhhüddən sonra, 4 şeydən Allaha sığınma duasından sonra istədiyi duanı oxuya bilər, sonra isə salam verə bilər. Yəni, sırf namazın surəyə saxlamaq sünnə uyğun deyil. Çünki sünnə uyğun namazdan sonraki zikirlər onlar olunmalıdır. Amma namazın içində isə dediyimiz kimi təşəhhüd edir. Sonra isə 4 şeydən sığınandan sonra istədiyi duanı edib, sonra salam verə bilər. Və aleykumassalam və sual belədir ki, cahil birinin bismillah deyib qurban kəsməsi olarmı, yəni qəbuldurmu? Əgər insan tovhid əhlidirsə, yəni Allaha şərik qoşanlardan deyil, tovhid əhlidir və deyir ki, namaz barəsində deyir ki, inşallah bu gün qılaram, sabah qılaram. Yəni bu tip cahildirsə, o zaman onun bismillah deyib kəsdiyi ətdən yemək olar. Amma yox, insan cahildir, ibadət əhli deyil və eyni zamanda Allaha şərik qoşur, qəbirlərdə gedir, qəbirlərdən istəyir, pillərdə qurban kəsir və s. Və bu insanın əməlində açıq-aşkar şirk olduğu üçün o insanın kəsdiyi ətdən yeyilməz. O insanın kəsdiyi ətdən yeyilməz. Və aleykumassalam və rəhmətullah. Sual belədir ki, mən rəsm müəllim işləyirəm. Dilimizdə əsasən göz çəkmək, surət çəkmək olmaz. Bəs nə çəkmək icazəlidir? İslam dilində qadağan olan şəkil çəkmək canlıların şəklini çəkməkdir. İstər insanlardan olsun, istər heyvanlardan. Yəni, canlı rəsm çəkmək olmaz. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem bir hədisə buyurur ki, Lə'nəllahil musavvirin, Allah subhanətə Allah surət çəkənlərə lənət eləsin. Hansı şəkili çəkə bilər? Canlı şəkillərdən savay bütün şəkillərdən çəkə bilər. Bura aiddir təbiət, bura aiddir əşyalar, bütün əşyalar, cansız əşyalar, hamısı bura aiddir. İstədiyi əşyanın, istədiyi Allahın xəlq elədiyi təbiəti rəsmi alıb, rəsm kimi çəkə bilər. Və aleykumassalam və rəhmətullah. Sual belədir ki, mən fiqh elmini öyrənmək istəyirəm. Təbii ki, fiqh elmini öyrənmək üçün ilk öncə fiqhi kitablarına müraciət eləməlidir və bunun da ən birinci səbəb olaraq insan ərəb dilini öyrənməlidir.
Yəni, ərəb dilini öyrənməlidir. Yox, əgər ərəb dilini öyrənmək istəmirsə, deməli, tərcümə olmuş kitablardan oxumaq istəyirsə, o zaman baxsın ki, hansı deməli, fiqhi kitablardan hansı tərcümə olubsa, onlardan oxuyub öyrənə bilər. Və aleykum assalam və rəhmətullah. Sual belədir. Quranı WhatsApp-la öyrənmişəm oxumağı. İndi Quranı oxuyanda hərfləyirəm, arada səhv oxuyuram, sonra da düzəldirəm. Günah etmirəm ki, səhv edəndə. Xeyr, günah etmirsiniz, çünki siz hələ təlim üzərindəsiniz, siz hələ çətinliklə oxuyursunuz, çətinliklə hərfləri bir-birinə birləşdirirsiniz. İnşallah ki, günah etmirsiniz. Əksinə, sizin çətinliklə oxumağınız bir hərfi 30 savaba qədər artırır. Bir savabı 30-a qədər artırır. Əgər çətinliklə oxuyursunuzsa, sizin savabınız o birisilərindən 3 dəfə artıqdır. Hətta bəzi rivayətlərdə 3 gəlib, bəzi rivayətlərdə isə 2 gəlib. Yəni, əziyyətlə oxuyanlar digər oxuyanlardan 2-3 dəfə artıq savab qazanırlar. Ona görə inşallah ki, belə də davam eləyin, gündəlik davam eləyin, gündəlik vaxt ayırın Quran oxumağınıza və inşallah günün bir günü siz də sürətli oxuyanlardan olarsa Allahın izni ilə. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, saça qara rəngdən başqa sarı və ya karismi rəng vurmaq günahdır mı və edə bilərik mi belə bir şey? Bəli, qara rəngdən savayı, sarı, karismi, qəhvəyi, qırmızı, yəni hansı rəng istəsəz vura bilərsiniz, istəsəz rəngləri qarışdıra bilərsiniz, istəsəz müəyyən hissəsini sarı, müəyyən hissəsini karismi eləyə bilərsiniz və ya da ki, biraz tünd açıq, biraz açıq sarı və s. Əsas odur ki, siz bunu özünüzü kiməsə oxşatmayasınız. Yəni, tutam ki, dəbdə olan kafir qadınlardan birinə baxıb, mən də onun kimi özümü ona bənzədim, bu olmasın. Amma yoxsa belə yoldaşınızın xoşuna gəlmək üçün və ya da ki, yoldaşınız xoşlayırsa ki, sizin saçınız sarı olsun və ya da ki, saçınızın qutaracaqları karismi olsun, gözəl görsəlir və ya da sizə yaraşırsa, İnşallah ki, heç bir problem yoxdur. Heç bir problem yoxdur. Əsas məsələ özünüzü kitab əhlinə və ya da ki, kafirlərdən kiməsə oxşatmayasınız. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, müsəlman qalasında olan zikirləri təcvidlə əzbərləməliyik, qayda falan öz dilimizdə əzbərləsək olar. Təbii ki, əsas məqsəd deyilən sözlər düzgün tələffüz eləyəsən. Yəni, orada təcvidi zadı ehtiyac yoxdur. Çünki təcvid yalnız Qurana aiddir. Amma zikirlərdir, hədislərdir, sözün mənasının olduğu kimi denən kifayət eləyir. Yəni, hərif fədirsə, fəd denən, saddırsa, sad denən, sindirsə, sid denən kifayət eləyir. Yəni, təcvidə ehtiyac yoxdur, mücərrəd hərflərin düzgün tələffüzü kifayət edir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qız uşağı qaşına çat attırmaq istəyir. Dərisinə yox, sadəcə qaşının tükünə icazəlidirmi? Yəni, qaşa xət attırmaq. Yəni, qırxmaq olarmı? Xeyr, olmaz. Yəni, bu qadağandır, çünki bu qaşı götürməyə düşür və qaşı götürməyə də Allah Rasulü sallallahu aleyhi ve sellem lənətləyib və həmçində burada qaş götürməkdən başqa digər də bir qadağan var, o da özünü kitab əhlinə oxşatmaqdır. Çünki bəzi məşhur qadınlar var ki, kitab əhlindən olanlar, onlar qaşlarını bu cür formaya salırlar və bu da insanı qıraqdan cəlb edici göstərir. Və bu əməldə kitab əhlinin əməlindəndir və müsəlman özünü kitab əhlinə oxşatmalı deyil. Çünki Allah Rasulü buyurub ki, mən təşəbbəhə bi qovmin fəvə minhum, kim özünü bir qoyma oxşadarsa, o da onlardan olar. Ona görə başa salın həmən qız uşağına ki, bu elədiyi haramdır, bunu eləmək olmaz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, əgər maddi imkan yoxdursa qoyun alıb kəsməyə, qəssab kəsən ətdən 1-2 kilo ət alsam, bu qurban əti sayılmır? Xeyr, qurban əti sayılmır. Çünki qoyunu bir nəfər alıb kəsməlidir, amma dəvədə isə 7 nəfər şərik ola bilər. Yəni, dəvədir, inəkdir, bunu 7 nəfərə pulun topalayıb kəsə bilərlər, amma qoyun, keçi qurbanına gəlincə isə onu yalnız bir nəfər kəsə bilər. Yəni, orada 2 nəfər şərik ola bilməz. Və əgər insan imkanı yoxdursa, əlhəmdülə, dua eləsin Allah təala onlara imkan yetirsin, amma gedib qəssabdan 1-2 kilo atıb ki, 1-2 kilo alım ki, bu qurban əti sayılır, xeyr, qurban əti sayılmır və kim bu əməli edirsə, onlar bidət etmiş olurlar. Onlar bidət etmiş olurlar. Yəni, İslama yenilik gətirmiş olurlar. Və aleykum assalam. Sual belədir ki, əgər bir qadın qaşlarını səliqəyə salsa, sonra günah olduğunu bilib toxunmasa, günah silinərmi?
ümumiyyətlə bir insan bir əməlin haram olduğunu bilməyib, onu edibsə, sonrası ona bəyan olubsa ki, etdiyi əməl haramdır, günahdır, ondan tövbə edibsə və təbii ki, tövbə edəndən sonra tövbədən geridə qalan əməllər bağışlanılır. Əgər ki, insan öz əməlinə qayıtmasa, yəni tövbənin şərtləri ilə eləsə, inşallah ki, keçmişdə elədiyi günahlarına görə cavab verməyəcəkdir. Və aleykum assalam və rəhmətullah. Sual belədir. Soruşulanda cavab verirlər ki, zəkat 85 qram qızıl və yaxud onun dərində pul olanda insanın boyuna düşür. Lakin heç kim demir ki, 85 qram qızılın pul ilə dəyəri nə qədər olar. Mümkünsə bunun indiki vaxtda dəyərini deyərdiniz. Yəni 85 qram qızıl dəyəri əgər təmiz, xalis qızıldan söhbət gedirsə, onun dəyəri 60 dollara bərabərdir. Yəni 1 qram 60 dollardır. Yəni təmiz qızıl meyarından götürəndə. Yəni 85 qram qızılı siz vurursa 60 dolları nə qədər eləyir? Təxminən 5300 dollar. Yəni təxminən 5300 dollar dəyər edir. Yəni əgər 5300 dollar varsa və onun üstündən bir il keçibsə, o zaman siz o məbləğa zəkat çıxarırsınız. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, Ramazan ayı gələndə evi bəzəyib, xoş gəldin Ramazan yazmaq olarmı? Uşaqlar var evdə, onlara görə bəli, olar. Əgər məqsəd uşaqların Ramazan ayını bilmələri, duymalarsa, inşallah olar. Yəni təlim məqsədi ilə bunu etmək olar. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, təravih namazının iqamə deyilirmi? Ümumiyyətlə, sünnət namazlarında, gecə namazlarında iqamə deyilməlidir. Xeyr, nə təravih namazlarında, nə sünnət, nə gecə namazlarında iqamə deyilmir. İqamə yalnız və yalnız fərz namazları üçün varid olub. Yəni, yalnız fərz namazlarında deyilir. Və aleykum assalam və rəhmətullah. Sual belədir, kitablardan oxunulan bütün səhih hədislərə əməl etmək olarmı? İki halda əməl etmək olmaz. Əgər həmən hədis şəz hədissə və yaxud da ki, hökmü nəsx olunubsa, əgər bu iki hal istisna olmaqla, bəli, bütün səhih hədislərə əməl etmək olar. Və aleykum assalam və rəhmətullah. Sual belə ki, belə dua etmək olar ki, Allahım, Peyğəmbər xəttinə bizləri bağışla və ya bu sahur hörmətinə bizi bağışla. Xeyr, bunların heç biri ilə bu cür dua etmək olmaz. Çünki nə Peyğəmbər sallallahu aleyhi ve sellem, nə onun sahabələri bu cür dua etməyiblər. Bu cür dualar əslində bidətdir və hətta bəzi hallarda şirkət aparan səbəblər olur. Ona görə insan bu cür dualar etməli deyildir. Yəni, sünnədə belə dualar varid olmayıb. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, vitr namazını təravihdən sonra cəmaət halında qılmaq olarmı evdə? Bəli, əgər evdə cəmaət halında təravih qılmışsınızsa, sonra cəmaət halında da vitri qıla bilərsiniz. Və aleykum assalam və rəhmətullahi bərəkətuhu. Sual belədir ki, səcdədən qalxan zaman təkbir gətirilirmi? Bəli, gətirilir. Səcdədən qalxan zaman təkbir gətirilir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, bir qadın yoldaşından xəbərsiz öz maaşından sədəqə verə bilərmi? Bəli, verə bilər. Çünki o maaş qadının öz şəxsi mülküdür və qadın onu istədiyi kimi də təsərrüf eləyə bilər. Öz maaşından yoldaşına demədən sədəqə verə bilər. Bundan ötürü yoldaşdan izin lazım deyil. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qırmızı rəngli paltarı geyinmək və evdə pərdələri rəngi qırmızı rəngdə olmağına dair qadağan varmı? Ümumiyyətlə, sırf xalis qırmızı geymək barəsində kişilər üçün qadağan gəlib, amma qadınlar geyinə bilər. Amma evdə pərdələrin qırmızı olmalıdır, heç bir qadağan filan yoxdur. Və aleykum assalam və rəhmətullah. Sual belədir, İşə namazından qabaq dəstəmaz alıb namazı qıldıqdan sonra yatmağa gedəndə ayrıca olaraq yenidən dəstəmaz alma ehtiyac varmı? Və yaxud da canabat qüsul alıb yatağa girmək olarmı? Əgər insan işə namazı üçün dəstəmaz alıb, sonra namazı qıldıqdan sonra yatmağa gedirsə və bundan ötürü ayrıca dəstəmaz almağa ehtiyac yoxdur. Əgər ki, dəstəmazı varsa, ona kifayət eləyir. Amma insan canabat qüsulu varsa, boynunda canabat qüsulu varsa, təbii ki, qüsul alıb yatmağı daha yaxşıdır. Əgər canabat qüsulu varsa, qüsul alıb yatmağı daha yaxşıdır. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, deməli, Əli radiyallahu ilə Osman radiyallahu arasında münaqişə olmuşdurmu?
Xeyr, Əli radiyallahu anh ilə Osman radiyallahu anh arasında münaqişə olmayıb. Münaqişə olub Muaviyə radiyallahu anh ilə Əli radiyallahu anh arasında. Və aleykum əssalamətullah. Sual belədir. Qadın yoldaşı ilə namaz qılanda əmin ucadan deyə bilərmi? Bir də Fatihəni oxuyanda təkrarlamalıdır, yoxsa qulaq asmalıdır. Əgər qadın öz yoldaşı ilə namaz qılırsa, amin sözünü ucadan demir, özünün qulaqları eşitdiyi səviyyədə dodağında pıçıldayır. Qulağı eşitdiyi tərzdə. Amma Fatihədən sonra, imamın arxasında Fatihədən sonra yenidən Fatihə oxumaq lazım, yoxsa yox. Əgər səsli namazların birinci və ikinci rükətləri isə oxumağa ehtiyac yoxdur. Amma üçüncü və dördüncü rükətlərində oxumalıdır və həmçində səssiz namazlarda bütün rükətlərdə Fatihəni oxumalıdır. Və aleykum əssalamətullah. Sual belədir. Mətbəxdə namaz qılmaq olarmı? Bəli, olar. Bəli, olar. Əgər digər otaqlar ki, mətbəxdə də şəkil filan belə bir şey yoxdursa, yəni bütün otaqları kimi adi otaqdırsa, inşallah qılmaq olar. Yəni, otağı ayırmaq ki, bura mətbəxdir, burada olmaz, bura yataqdır, burada olar, belə bir ayrım yoxdur. Əsas odur ki, qıldığı yer təmiz olsun. Və aleykum əssalamətullah. Sual belədir ki, Əbu Bəkir radiyallahu anhu ilə Fatimə anamızın fədək mövzusunda barışıqları olubmu? Bu barədə hədis var. Xeyr, onlar arasında barışıq olmayıb. Çünki Fatimə radiyallahu anhə Muhammed sallallahu dünyasını dəyişəndən sonra o gəlir və deməli o xurma bağından pay istəyir ki, mənim atamın mirasıdır. Amma Əbu Bəkir radiyallahu anh deyir ki, Allah Rasulü buyurub ki, biz peyğəmbərlər özümüzdən sonra miras qoyub getmirik. Nə qoymuşuqsa Beytulmala aiddir. Baxımdan onlar arasında narazılıq olub və barışıq da olmayıb. Yəni, barışmaqları barəsində hədisləri bilmirəm, varid olmayıb. Yəni, küslü olub. Yəni, Fatimə radiyallahu anhə bu barədə küslü olub, hətta dünyasını da dəyişib. Yəni, bu küslülüyü ilə. Yəni, barışıqları olmayıb. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, statusulara qoyurlar dəqiqə başı ki, 2 qız övladı olan evə hər gün 12 mələk inir. Səmadan 3 qız olana cənnət 7 falan belə şeylər. Bu düzdürmü? Xeyr, bunların düz olmağı barəsində mən bir hədis bilmirəm. Eşitməmişəm, xəbərim yoxdur. Kimsə deyirsə, varsa qoy dəlillər göndərsin, biz də öyrənək. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, tələblərin birinin dərsində eşitdim ki, qızıl və gümüşün nissi alınması faizsiz də olsa haramdır. Zəhmət olmasa soyunucu faizsiz götürmək olarmı? Bəli, qızıl və gümüşün nissi alış-verişi Allah Rasulü qadağan edib, nəhy eləyib. Ona görə onlar nağd şəkildə alınmalıdır və nissiyə haramdır, faizə düşür. Amma o ki, qalırsa ki, soyuducu, palteryan, ondan sonra kondisioner və ev əşyaları, mebelvəx və s. Hətta evin özü belə bunları faizsiz almaq, nissiyə almaq olar. Yəni, faiz olmadan bunları nissiyə alış-verişi olar. Və aleykum assalam. Sual belədir ki, namazdan sonra dua etdiyimiz zaman dizimiz üstə oturaraq dua etməyimiz mütləqdirmi? Mənim dizlərim ağrıdır, ağrıdığı üçün düz üstə çox dəyənə bilmirəm. Adi oturuşda dua etmək olarmı? Ümumiyyətlə, namazdan sonra hökmən dua etmək bu vacib deyil, sünnə də deyil. Allah Rasulü bir şey əmr eləməyib bu barədə. Amma kimisə qəlbindən dua keçmək gəlirsə ki, yəni salih əməl eləmişəm, dua eləyim ki, duamı qəbul olsun, o zaman hökmən dizi üstə oturmağı şərt deyil. Oturduğu formada da dua edə bilər. Şərt deyil ki, hökmən dizi üstə eləsin. Oturduğu halda da dua edə bilər. Və aleykum assalam. Sual belədir ki, bilmək istəyirəm, qüsulsüz namaz qılmaq olarmı? Qüsulsüz namaz qılmaq olar. Hansı halda? Əgər bir insanın cənabəti pozulubsa və su yoxsa qüsul almağa və yaxud da ki, həmən insan xəstədir, qüsul ala bilmirsə, o zaman həmən insan qüsulun yenə təmim alır və dəstəmaz alıb namazını qıla bilər. Yalnız bu halda qüsulsüz namaz qıla bilər. Amma yox,
heç bir xəstəlik filan yoxdursa və su da varsa, həmən insan qüsulsüz namaz qılarsa, onun namazı batildir. O insan qüsul alıb, dəstəmaz alıb namazını qılmalıdır. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, əgər zöhr namazın sünnəsini qılmıramsa, məğrib və işanı qıla bilərəmmi? Əgər siz müəyyən səbəblərdən zöhr və əslin zöhrün sünnəsini qılmamsınızsa, o zaman siz məğrib və işanın sünnətini qıla bilərsiniz və həmçində zöhrün sünnəsini də, yəni məğribdən sonra, işadan sonra qıla bilərsiniz. Yəni, nə olur olsun, çalışın ki, qəzası da olsa qılın, amma təki qılın, tərk eləməyin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, universitetə qəbul imtahanı vermək istəyirəm, ancaq deyirlər ki, gipsdən insan başı düzəltməlisən, sonra qəbul olursan. Bunda nə etməliyəm? Siz ümumilikdə baş düzəldə bilərsiniz gipsdən, amma çalışın göz, ağız, burun falan qoymayın. Allahın izni ilə. Çalışın inşallah bunları eləməyin. Çünki o haramı edib, siz universitetə qəbul olacaqsınız, Allah qorusun. Gələcəkdə sizin oradan aldığınız diplom və qazandığınız maaş da haram qazancı olacaqdır. Necə ki, Hüseymin Rahmanullah bu arada fətvası vardır. Ona görə çalışın ki, baş düzəldir ümumilikdə, amma göz, qaş, ağız, burun bunları eləməyin. Həmçində baxın, görün, başqa bir şeylər nələrsə eləyə bilərsinizsə, başqa bir imtahan forması varsa, inşallah edə bilərsiniz. Amma çalışın ki, Allahın haram buyurduğu əməli etməyəsiniz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, bir nənə öz nəvəsini əzizləmək üçün sənə nənə qurban demək olarmı? Xeyr, bir insanın bir insana sevməkdən ötürü, əzizləməsindən ötəri sənə qurban olun və ya da mama sənə qurban, nənə sənə qurban, baba sənə qurban, bu cür sözlər demək olmaz. Çünki insan insana qurban ola bilməz. İnsan insana qurban ola bilməz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, dua edərkən Allah yar deyə etmək olarmı? Xeyr, sünnədə Allah yar filan sözü gəlməyib. İnsan dua edən zaman Allah subhanət hala dua edir. Allah subhanət hala da istəyir. Allahdan istəyə bilər. Amma Allah yar filan, yəni sözün deməyin heç bir mənası filanı yoxdur. İnsan dua edirsə, Allah subhanət dua edə bilər və dualarını Quran və sünnədəki olduğu kimi edə bilər. Amma dua edən zaman Allah yar, yəni heç bir mənası yoxdur o sözün deməyin. Yəni, lazımdır ki, Quranda, hədislərdə necə gəlibsə, insan da o cür dua eləsin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mənim özüm əlil xəstəsiyəm. Yardım gətirmişlər, mağazin toyuğu gətirmişlər. Mən bilmədən bişirib yedik. İndi öyrəndim ki, haram olduğunu. Nə etməliyəm, onun bir günahı varmı? Ümumiyyətlə, mağazin toyuğunun haram olmasını birbaşa demək düzgün deyil. Haram o zaman ola bilər ki, əgər siz onun bismillah ilə kəsildiyinə əmin deyilsinizsə. Amma siz ümumilikdə, yəni dövlət sosial hesabına sizə yardım olunursa, inşallah o gələn yardımlar siz bismillah deyib yeyə bilərsiniz. Çünki sizin ondan başqa nəyəsə gücünüz çatmır. Siz gedib özünüz axtarıb, araşdırıb, baxıb eləmək iqtidarında deyilsiniz. Və sizə əgər dövlət xətti ilə və ya hər hansı bir xeyriyyətçi insanlar sizə yardım gətirirlərsə, inşallah siz ona bismillah deyib yeyə bilərsiniz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, əvvəlcən əstəğfurullah dediyim sözə görə Allah niyə insanı 6 gün yaradıb, bir gün yarada bilməzdir? Əslində Allah Subhanahu insanı elə bir günə yaradıb. Allah yeri, göyü, samaları 6 günə yaradıb. Amma insanı isə Allah Subhanahu bir günə yaradıb. Yəni sizə ayəni deyiblərsə, yəqin ki, yerini səhv deyiblər. Allah yeri, göyü, samaları 6 günə yaradıb, amma insanı isə Allah Subhanahu bir günə xəlq edib. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qüsülsüz Allahdan günahlarımızın bağışlanması üçün dua edə bilərikmi? Bəli, dua etmək olar. İnsanın qüsulu olmadan Allahdan bağışlanma, dua diləyə bilər. Çünki qüsül bunun üçün maniyə deyil. Qüsül maniyyədir namaz qılmaq üçün, ondan sonra Quran oxumaq üçün və ya da Kəbəni tavaf eləmək üçün. Amma dua eləmək üçün qüsül
qüsursuz maniyə deyil. Yəni, insan qüsursuz da olsa belə Allahdan bağışlanma diləyə bilər. Amma təbii ki, əgər insan imkanı varsa qüsl alsın, bəli, qüsl alıb dua eləsə daha yaxşı olar. Çünki duanın qəbul olma ədəblərindən biri də budur ki, insan dəstəmazı halda dua eləsin. İnsan dəstəmazı halda dua eləsin. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, vitr namazını yatsı namazdan sonra qılmaq yaxşıdır, yoxsa təheccüd namazından sonra qılmaq? Əgər siz gecə namazına, təheccüd namazına qalxacaqsınızsa, vitri təheccüd namazından sonra saxlayıb qılırsınız. Əgər siz gecə namazına durmayacaqsınızsa, o zaman işanı qılıb vitri qılmalısınız ki, yatasınız. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, əgir kəsmək istəyən bir adam, əgir kəsməyib onun pulunu həbsdə olan bir insana verə bilərmi? Xeyr, verə bilməz. Əgir kəsilməli olan insan əgin kəsməlidir, amma həbsdə olan insana ehtiyacı varsa, sədəqə və zəkatdan ona pul verə bilər. Amma əgir isə əgir kimi kəsilməlidir. Və aleykum assalam və rahmetullah. Oruç tuta bilməyən xəstə kəffarəsini ödəməyə nə qədər pul düşür və kimlərə verilməlidir? Ümumiyyətlə, kəffarə pul kimi verilmir, kəffarə yemək halında verilməlidir. Yəni, sən əgər neçə gün tutmamsansa, qəzan kəffarən varsa, o zaman sən yaşadığın yerdə kasıbları çağırırsan və neçə dənə kəffarən varsa, o qədər də kasıb çağırırsan və onlara bir doyumluq yedizdirirsən. Yəni, onlar üçün bir dənə süfrə açırsan, bir doyumluq yedizdirirsən və belə sən kəffarənin yerini yetirmiş olursan, amma pul falan verilmir. Yəni, zəkat kəffarə pulla ödənilmir. Və aleykum assalam. Qadın öz maaşından gizlin deməli, xəlvət sədəqə etmək istəyir, amma yoldaşı bunu danlayırsa, qadının bunu gizli etməsində bir günah deyil, yoxdurmu? Xeyr, günah yoxdur, çünki qadın ümumiyyətlə öz maaşından özü istədiyi qədər sədəqə verə bilər və kişi bunun qazancına qarışmalı deyil. Qarışmalı deyil. Əgər qadın görürsə ki, kişi onun maaşına, yəni sədəqəsinə qarışırsa, danışırsa, o zaman ondan gizlin verə bilər. Amma ümumiyyətlə isə qadın öz mülkünün sahibi özüdür və istədiyi kimi sərf edə bilər və buna da yoldaşın heç bir halallıq falan da lazım deyil. Aleykum assalam və rahmetullah. Sual belədir ki, orucluq ayının qəzasını deyirlər qışda tutmaq olar. Bu barədə deyərdiniz. Orucluq ayının qəzasını orucluqdan sonra hansı ayda tuta bilirsə qoy tutsun. Əsas odur ki, gələn Ramazana qədər qəzasını tutsun. Yəni, Ramazandan qəza qalmasın. İstər bir ay sonra tutsun, 2 ay, istər 2 ay, istər 3 ay fərqi yoxdur. Yəni, orucluğu da tuta bilməyibsə, orucluğun qəzasını gələn orucluğa qədər tuta bilər. İstir qış olsun, istir payız, istir yaz. Və aleykum assalam. Sual belədir ki, il ərzində bir neçə adama ərzaq yardım etsək, o ilin axırında zəkat kimi hesablana bilərmi? Xeyr, hesablana bilməz. Çünki bunlar sədəqədən sayılır və zəkatdan sayılmır. Və aleykum assalam. Sual belədir ki, zəkat olaraq aylıq əlinə gələni paylayıb, ilin axırında bunu hesablasaq, bu zəkata düşürmü? Xeyr. Ay ərzində o qazandığından paylayırsa və ilin axırında əgər onun əlində olan pul zəkata çatmırsa, buna da zəkat düşmür. Və aleykum assalam. Sual belədir ki, cümə namazı evdə qılına bilər, ancaq biz Ağdam tərəfdə 5-10 qardaş toplaşıb qılır. Bu nə dərəcədə düzgündür? Mən bildiyim qədər cümə namazı evdə qılınmır. Cümənin qılınması üçün mescidin olmağı şərtdir. Əgər sizdə mescid yoxdursa, o zaman boynunuzda vacib deyil. Və aleykum assalam. Sual belədir ki, Allah Rasulunun belə bir hədis varmı ki, sübh namazından sonra gün çıxana qədər kim gözləyərsə və duha namazını qılarsa, ona həcc və ümrə savabı vardır. İndi biz karantindəyik, sübhü qılıb yatsaq, 3-4 saatdan sonra duha namazını qılsaq, bu savab qazanırıqmı? Xeyr, bu savabı qazanmaq üçün hökmən siz sübhdən sonra gün çıxana qədər oturub zikr eləməli və ya da Quran oxumalısınız. Yəni, karantin səbəb deyil ki, sən sübhdən sonra dərhal yatasan. Əksinə, karantin səbəbdir ki, sən rahatca oturasan. Çünki iş yox, güc yox. Əvvəl iş güc var idi, sübhü qılıb yatırdıq ki, durub rahatça gedək. İndi, əlhəmdülillah, iş yox, güc yox. Yəni, karantin vaxtıdır, hamı evdə oturub,
Əksinə, indi daha çox vaxt var. Sübhi qılasan, oturub zikirləri eləyəsən, hətta gün çıxana qədər, sonra isə duhanı qılıb bu savaba nail olmaq olar. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, Cümə günü Kəhf surəsinin yarısını səhər, yarısını da günorta namazına qədər oxumaq olar, yoxsa hamısını oxuyub bitirməliyik? Yəni, şərt odur ki, Cümə günü Kəhf surəsini oxuyasan. İstəyirsən 2 yerə böl, yarısını bir vaxtı, yarısını bir vaxtı, istəyirsən 3 vaxtı oxu, yarısını gün çıxandan sonra, yarısını günorta, yarısını da əsrdən sonra, fərq yoxdur. Əsas odur ki, gün çıxandan gün batana qədər sən Kəhf surəsini oxuyub bitirəsən. Və aleykum assalam və rəhmətullahi bərəkət. Sual belədir ki, mən öyrənmək istəyirəm ki, əgər qonaq gəlibsə sizə və o da içki içəndirsə, sizdə yemək stolu hazırlamalısan, sonra oturmaq məcburiyyətində qalsan günahdırmı? Əgər bir insan sizin evinizə qonaq gəlirsə və o içki içəndirsə, şərt deyil ki, onun qabağına içki qoyasın, siz içkini qoymayın. Əgər sizin yoldaşınız sizə bunu məcbur edirsə ki, stol hazırla və içkini də gətir qoy, o zaman stolu hazırlayıb və qalan nə haramçılığı var özləri eləsin, amma siz oradan uzaqlaşın. Çünki hər zaman o məclisə, o süfrəyə bəla gələ bilər və o bəladan qorunmaq üçün orada iştirak eləməli deyilsiniz. Yəni, əvvəla könüllü qoyursunuzsa qoymayın, yox, yoldaşınız onun üçün bu süfrəni düzəldirsə, o zaman siz süfrəni hazırlayın, heç bir araq filan qoymayın, uzaqlaşın, gedin, nə istəyirlər qoy özləri eləsinlər. Və siz də Allaha sığının, Allahdan bağışlanma diləyin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, yuxu görüb qorxursansa nə etməlisən? Əgər insan gecə yatdığı zaman yuxuda yuxu görürsə və yuxudan oyanan zaman Allaha sığınır, Əuzu billah minəşşeytanirracim deyir, sonra isə yatdığı istiqamətini dəyişir. Yəni sağa etsə sola tərəf yatır, sola etsə sağa tərəf yatır. Bu, Allah Rasulunun sallallahu aleyhi və səlləm gecə yuxuda qorxanları olan tövsiyəsidir. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, kəffarə orucun həddi buluğa çatmamış uşaq yeməkdən yesə sayılacaqmı? Alimlər deyir ki, əgər kəffarə orucu normal həddi buluğa çatmış, yəni böyük kişidirsə, o bir adama bir sayılır, amma 8, 9, 10, yəni həddi buluğa çatmamış bu yaşda olan uşaqlarsa, o zaman o uşaqların ikisinin yediyi bir nəfər sayılır. Böyükdə 1-ə 1 sayılır, amma balacalarda 2-yə 1 sayılır. Çünki hədisə gəlib ki, sizin yeməyinizin misli. Yəni, normalda bir böyük insanın yeməyini 2 dənə balaca yeyə bilirsə, bu deməkdir 2 dənə balaca, 1 dənə böyük əvəz edir və beləliklə hesablayın. Yəni, bir böyük 2 dənə balaca hesablamaqla siz kəffarə orucunuzu hesablaya bilərsiniz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, cahil insanla İslamda olan insanın dünyəvi narazılığı olanda, haqlı və ya haqsız olmağına baxmayaraq, İslamda olan insanın cahildən halallaşmağı lazımdır mı? Bəli, lazımdır. Çünki hər bir halda o cahil olsa da o İslam dairəsindədir, müsəlmanlardan sayılır və onların halallaşmağı lazım. Çünki əks halda o qiyamət günü onlar halallaşmalı olacaqlar. Halallaşmalı olacaqlar. Ona görə qiyamətə saxlamaq üçün bu dünyada onlar aralarında olan narasılığa görə halallaşmalıdırlar. Yoxsa əgər bu halallaşma olmasa onda kim haqqına gəldi girər, heç nə saymaz eləməz. Bu da artıq haqların pozulmasına gətirib çıxarar. Və aleykum assalam. Sual belədir ki, bir dostun üçün dua etdiyində, onun üçün Rəbbimə dua etdiyini ona demək yaxşıdır, ya deməmək? Və yaxud da onun işi alınsa, ona demək ki, alınandan sonra ona demək ki, sənə Rəbbimə dua etmişdim işin alsın deyə, ona buna demək olar, yoxsa gizlin dua etməlisən. Yəni, heç bir halda insana deməli deyilsən, nə işi alınsa, nə işi alınmasa, deyə bilmərsən ki, mən sənə üçün dua etmişdim. Çünki onun arxasını dua eləməyin ən gözəl duadır və bunu da sir saxlamağın yaxşıdır. Çünki sən onu açıb desən, əməli puç eləmiş də olarsan. Ona görə insanın arxası üçün onun üçün dua edirsənsə, onun üzünə demək olmaz. Və ya da işi alınsa da belə, mən dua eləmişdim, sənin işin alındı demək olmaz. Bu hamısı həm əməli puç edir, həm insanı riyə aparır və həmçinin insanı özündən rahatlandırır. Bunları demək olmaz. Və aleykum assalam. Sual belədir ki, əgər bir hədis varsa, biz nə bilə bilərik ki, əgər o hədis səhihdir, yoxsa zəif,
Ümumiyyətlə, bu hədislərin səhih və ya da zəifə ayrılması, bu İslam dilində buna mustalah elmi deyirlər, yəni hədis elmi deyirlər. Bundan ötürü insanlar institut qutarırlar, fakültələr bitirirlər, bu elm üzərində çalışırlar, öyrənirlər, tətbiq edirlər, təxriclər edirlər. Yəni, bu böyük bir elmdir. Amma ümumilikdə deyək ki, qısaca yolu, əgər bir hədis mütləqən olaraq Buxari Müslimdə rəvayət olunubsa, İnşallah səhih hədisdir. Yəni, bunun axtarmağına ehtiyac yoxdur. Amma digər kitablarda nəql olunan hədislərsə, misal üçün Abu Davudda, Tirmizdə, Nəsədə, İbn Majə, Darqutunda və qeyrilərində hədis faydalı olsa, o zaman o hədisin səhih və ya zəif olması üçün müəyyən hədis alimlərinin rəyləri olmalıdır. Əgər alimlərin onun üzərində rəyi varsa ki, səhihdir yoxsa zəifdir, deməli hədis ya səhihdir ya da zəifdir. Amma bilənci formal halda stabil bir müsəlmanın bunu ayırması qeyri-mümkündür. Və aleykum assalam Abdullah. Sual belədir ki, sübh namazının sünnətini qılmadan cəmaata qoşulub sübh namazının fərzini qılan kəs sonradan sübh namazının sünnətini qılmalıdırmı? Bəli, qılmalıdır. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, Lə salatə bədəl fəcr illə rakateyl fəcr. Sübh namazından sonra heç bir namaz yoxdur, yalnız sübhin əvvəlki 2 rükət sünnətdən başqa. Bu o deməkdir ki, kimsə gəlib cəmaata qoşulub, əvvəlki sünnətə qılmayıbsa, fərzi qıldıqdan sonra dərhal qalxıb ayağa sübhin əvvəlki sünnətlərini qılır və ondan sonra günəş çıxana qədər heç bir namaz qılmağa ixtiyarı yoxdur, yəni qadağandır. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, anam xəstədir, ona görə bir həftə dərmanlar atır, ondan bir həftə əvvəl də başlayır narahatçılığı. Həmin dərmanlar yatırdır onu. Çox vaxt sübhə dura bilmir. Nə qədər durğuzsam da dura bilmir. Çox çətindir ona. Ancaq bəzən dərman atmayanda da belə olur. Dərman atdığı vaxtlar dura bilməyəndə bu onun üçün üzürdürmü? Bəli, üzür sayılır. Çünki əgər bir insan xəstəlik ucbatından dərman atırsa və dərman onu yatızdırırsa və sübhə dura bilmirsə, o zaman həmən insan üçün günah yoxdur, amma oyanan kimi dərhal namazını qılsın. Yəni, bu insanların namazı nə vaxt qılmalıdır? Oyanan kimi. Əgər sübhü yatıb qalıbsa, durulursan, durmursa və oyanan kimi dərhal namazını qılsın Allahın izni ilə və bu cür insan da günah daşımır. Çünki bu xəstəlikdən dolayı yaranan bir səbəbdir. Və aleykum assalamətullah. Sual belədir ki, ölmüş biri üçün mərhum demək olarmı? Ölən müsəlman və ya müşrik olsa belə fərqi varmı? Ümumiyyətlə, ölən insanın mərhum, yəni bağışlanmaz olması Allah bilir. Ona görə sünnədə belə bir şey gəlmir ki, ölən insana mərhum desə. Mərhum nə deməkdir? Bağışlanmış, yəni rəhm olunmuş. Yəni, hardan bilirsən ki, ona rəhm olub, ona bağışlanılıb? Yəni, bu baxımdan demək olmaz. Nə kafirən müsəlmana bu cür deyilmir. Deyə bilərsən ki, Allah ona rəhmət eləsin. Allah onu əff eləsin, bağışlasın. Ancaq mərhum, o ism-ül məfuldur. Mənası axır bağışlanmış deməkdir. O hələ hardan bağışlanıb, hardan bilirsən ki, o bağışlanıb? Ona görə belə də dua etmək olmaz. İstər müsəlman olsun, istərsə müşrik, kafir, fasik fərqi yoxdur. Və aleykum assalamətullah. Sual belədir ki, heyz halında Quran hərfləri öyrənmək üçün oxumaq olarmı? Əgər yalnız və yalnız hərf yazıb öyrənirsə, bəli, olar. Yəni, ərəb hərflərini heyzdə olan zaman mücərrəd hərfləri yazıb hərfləri oxuyub öyrənirsə, bəli, olar. Heç nə qadağana düşmür. Heç bir haramçılığı da yoxdur. Və aleykum assalam. Sual belədir ki, namazdan sonra hansı dua oxunur? Yəni, namaz qıldıqdan sonra konkret olaraq hansısa bir dua yoxdur. Yəni, namaz qıldıqdan sonra hansısa bir dua yoxdur. İnsan namazdan sonra müəyyən zikirlər var, onlar edir, amma konkret olaraq hansısa bir dua yoxdur. Və aleykum assalam. Sual belədir ki, İnsanların canını Əzrail alır. Bəs heyvanların canını kim alır? Ümumiyyətlə, insanların canını Əzrail almır. İnsanların canını ölüm mələyi alır. Və bunda Quranda və sünnədə də bu mələyin adı ölüm mələyidir. Amma Əzrail sözü isə bu bizim dində deyil, bu İsrailiyyətlərdən gəlmədi. Yəni, Yahudilərdə buna Əzrail deyirlər. Əzrail sayılır, həmən o mələk. Amma İslam dinində, İslam şəriətində, Quranda və sünnədə ölüm mələyin adı elə ölüm mələyi, yəni mələkül maut keçir.
və insanların da canını həmən mələk alır və digər canlıların da canını həmən ölüm mələyi alır. Yəni, ölüm mələyi birdir və insanların da və heyvanların canını məhz həmən ölüm mələyi alır.